Çində möcüzəvi hadisə. Qız 25-ci mərtəbədən yıxıldı. Sağ qaldı. Çinin Tanshan şəhərində azyaşlı qız binanın 25-ci mərtəbəsindən yıxılsa da sağ qalıb. Bu barədə uşağın valideynləri bildirib. Anası qızına sınıq diaqnozunun qoyulduğunu, amma onun tədricən sağaldığını qeyd edib. Hadisə martın 27-sində baş verib. Uşağın sağ qaldığı məlum olanda ailə bu barədə məlumat verib. Bildirilib ki, Hebey əyalətinin Tanshan şəhərindən olan və adı hələ açıqlanmayan 9 yaşlı məktəbli qız özünü narahat hiss eləyib və pəncərəni açmaq qərarına gəlib. Ancaq yıxılıb. O, təcili olaraq Pekindəki xəstəxanaya aparılıb. Uşağa bir neçə sınıq diaqnozu qoyulsa da beyni zədələnməyib. Qız bir neçə əməliyyat keçirib və artıq xəstəxanadan evə qayıdıb. Sağ qalması inanılmaz sayılan möcüzəli qız Çinin sosial şəbəkəsində məşhurlaşıb.